Kanalıma videoma xoş gəldiniz. Mən Zəhra. Bugün sizlərlə birlikdə artıq bu videonu 3-cü dəfədir çəkirəm. Çünki birində silindim, ikincisində video yarım saxlanıldı, yəni yarımda qaldı. Bu artıq 3-cü dəfədir. Atalar da 3-dən deyim onsuzda. Devam yəni. Pes etmək yoxdur. Bunu artıq bir neçə həqiqətən takipçim istəyirdi ki, blog fənlərindən 3-cü qrupda necə hazırlaşırsan. Bu haqda, yəni öz bacarıqlarım üzrə sizə də məsləhətlər vermək istədim. Həqiqətən çox üzr istəyirəm. Çünki bir neçə vaxtdır deyirəm ki, yəni bu vaxta gələcək, amma gələ bilmir. Çünki birinci videonu çəkdim, YouTube-da paylaşdım. Amma sən demə, YouTube onun hələ 1% dəymiş falan. Mən götürdüm, qaleriyadan sildim videonu ki, artıq YouTube-da paylaşmışam. Və YouTube-da o qədər gec bir günə paylaşıldı və mən o videonu götürdüm, sildim. Sildim, dedim nəyək birini də çəkərəm. Birini də çəkəndə sonra bilmirəm nəsəm oldu falan. Anam çağırdı, nə oldu? Video yarıda qaldı. Ondan sonra da videonu çəkmək yadımdan çıxdı. Və indi də artıq oturdum, dedim ki, bir tək başıma falan həqiqətən oturum, bir dənə qəşəng sizə məsləhətlər verim. Çünki həqiqətən ədəbiyyat da, tarix də özünə, ümumiyyətlə hər bir fən özünə görə çətin bir fəndir. Başıma da fikir verməyi xahiş edirəm. Təzə yumuşam başımı. Ona görə üzürlüsən, yəni. Başıma da bu broşkadan taxdım ki, biraz normal göstərsin sıfatımız adımı. Hə. Deməli, yanınıza gedin, suyunuzu alın, çayınızı alın, kofenizi alın, nə alırsınız alın. Gəlin oturun, diqqətlə mənə qulaq asın həqiqətən də. Çünki artıq 10-cu siniflərin 1 ili belə qalmayıb. 1 ildən daha az bir müddət qalıb. Blog fəninə 1 il qalıb, düzdür. Amma buraxılış fəninə 1 ildən daha az bir müddətimiz qalıb. Ümumiyyətlə, həqiqətən hər birinizə ayrı-ayrı da uğurlar arzu edirəm. Bu arada blog fənlərinin bu il verəcək abituriyentlərimizin hər birinə ayrı-ayrı da uğurlar arzu edirəm. İnşallah qəşəngcəsinə gedin, yazın o imtahanı, sonra da gəlin, heç bir şeydən də qorxmayın. İmtahan sizdən qorxsun. İmtahan verə bilməsəniz də dünyanın axırı deyil, gələn hazırlaşarsınız. Qaçmır heç nə. Deməli, ilk öncə ədəbiyyatdan başlayaq ki, bir özəl takipçim var idi ki, ədəbiyyata həqiqətən deyirdi ki, təzə başlayacağam, çox həyəcanlıyam falan. Ona görə dedim ki, paylaşım. Siz ki, klassik ədəbiyyat və müasir ədəbiyyat olmaqla ədəbiyyatımız 2 yerə bölünür. Və məncə, mən həmişə klassik ədəbiyyatı da, müasir ədəbiyyatı da, müasir ədəbiyyat 20-ci əsrdən bu dövrümüzə qədər gəlmiş ədəbiyyatdır. Müasir ədəbiyyatda məsəl üçün nə bilim psixoloji problemlərdir, bu dövlətin siyasi problemlərdir. Bunlar əks olunub. Klassik ədəbiyyatımızda isə daha çox vətən, məhəbbət, nə bilim ana sevgisi, bunlar daha ön planda tutulub. Və mən həmişə məsələn bir gün klassik ədəbiyyata, bir gün müasir ədəbiyyata vaxt ayırmışam hər zaman. Yəni bölmüşəm hissə-hissə. İndi əgər klassik ədəbiyyat və müasir ədəbiyyatı hissə-hissə bölə bilməsəz, bunu da eləyə bilərsiniz ki, bilirsiniz ədəbiyyatda şairlərin həyatı, onların yazdığı əsərlər və şeirlər və dövrlər də var və şifahi xalq ədəbiyyatı olsun ki, Koroğlu eposu olsun, Dədə Qorqud dastanları, bunlar olmaqla, yəni bunlar ümumiyyətlə özləri ayrı-ayrı hissələrə bölünür. Bir gün dövrlərə zaman ayır, bir gün şairlərin həyatına zaman ayır, bir gün əsərlərə zaman ayır ki, və bir əsəri oxuyub bitirdinsə, onun konspektini hazırla. Yəni qısa bir xülasə yaz onun haqqında. Məsəl üçün, yaz ki, bu əsərin baş rolu kimdir? Baş rolları daha doğrusu kimdir? Bu əsər nədən bəhs olunur? Xeyirxahlıqdanmı? Xeyirxahlıqla bədxahlığın, yəni şərlə xeyrin mübarizəsindənmi? Məhəbbətdənmi bəhs olunur? Bu şairin bu əsəri yazmaqdan əsas məqsədi nə idi? Bu neçənci ildə yazılıb? Nə məqsədlə yazılıb? Yəni hər birini qısa konspektlər olaraq, qısa qeydlər olaraq yaz. Bilirsiniz ki, bəzi əsərlərimizin də filmləri var. Və mən həmişə əsəri oxuyandan sonra araşdırıram. Əgər onun haqqında bir film varsa, mütləq o filmi izləyirəm. Və bu tarixdə də keçərlidir ki, ədəbiyyatda da bir əsəri oxuyursansa, o obrazları gözünün önündə canlandır. Yəni, düşün ki, bir teatra gəlmirsən, bu o teatrda keçir, o teatrda baş verir bu hadisə və sən və yaxud da həyatında baş verir və sən qıraqdan sadəcə durub baxarsan, bu qədər. Oxuyub tam bitirəndən sonra gözünün önündən bir keçir 10-15 dəqiqə, beynində quraşdır və oxuyub qutaran kimi testi işləmə. Oxu qutar, hardasa üstündən yarım saat keçsin, 10-15 dəqiqə keçsin, otur möhkəmləndirmək üçün onun testini işlə. Çünki o saat yazsan, onsuz da qaydanı təzə oxuyubsan da, yazmamağın imkansız kimi bir şeydir.
Ona görə otur ki, biraz qoy keçsin arasından, gör yadında nə qalıb, nə qalmayıb. Yadında qalmadıqlarını get bir dəfə də oxu. Bir dəfə də deyən ki, ha bax bu yadımdan çıxmışdı. Daha diqqətlə oxuyacaqsan və yadından çıxanları, artıq yadına qala bilməyənləri və testdə sənə verilmiş sualların bəzilərinin cavablarını tapa bilmədiyin sualları götür qısa qeydlərdə, yəni kağızlara yaz və onu divarına yapışdır. Hər dəfə də o divara bax, çünki həqiqətən çox qəşəng yadda qalır ki, mən həmişə elə eləyirəm. Hətta baxın orada divarda kağızlarım var mənim də, mən də yapışdırıram. Yaxşı da bu divar stolumun üstündədir. Şairlərin həyatında həmişə müqayisə elə. Məsəl üçün Nizami və ya Nizami Gəncəvi və Nəsimi, İmadəddin Nəsimini götür, müqayisə elə. Məsəl üçün bu lirik mi yazıb, yoxsa epik mi yazıb? Hansı lirik epik yazıb? Oxşar cəhətdimi, fərqli cəhətdimi? Müqayisə eləməyə çalış. Özün üçün suallar hazırla və o sualları həmən gün yox. Hardasa üstündən, necə deyim, 10-15 gün keçsin, 15 gün və yaxud da bir həftə keçsinsin. O bir həftədən sonra o sualları götürüb qoy qarşıva. O qarşıva, ondan sonra o sualların hamısına bir-bir bax və cavablandırmağa çalış. Ki, yəni gör yadında nə qalıb da, o saat baxıb eləmə. Mən həmişə elə edirəm və həqiqətən də çox qəşəng nəticələrini də görmüşəm bu vaxta qədər. Yəni ədəbiyyat əsərlər falan həqiqətən nağıl kimidir. Mənim əsərlərin yadda qalmaması kimi həqiqətən də məncə imkansız bir şey yoxdur da. Çox qəşəng. Düzdür, bəzi əsərlər var ki, Aldanmış Kəvakibdir falan, Müzikə Jordan. Yəni bunlar mənim yadımda qalır, amma bilmirəm, sonu anlamsız kimi gəlir mənə. Amma yenə də çox sevirəm ədəbiyyat həqiqətən də. Yəni belə şairlərin həyatıdır, nə bilim dövrlərdir. Onlar o əsərləri hansı məqsədlə yazıb, daha çox nə bilim hansı dildə yazıblar və ən çox da bu düşür ki, bu əsər nə dildə yazılıb da. Bunları da öyrənməyə çalış, yəni. Belə. Daha sonra ədəbiyyatdan mən testi məsəl üçün işlədim. Ədəbiyyatda sənə düşən suallardan həmin o sualı götür köçürt və cavabını da köçür ki, yadından çıxmasın. Bunu da demişdim. Dövrlər, bir də dövrlər. Dövrlərdən də bilirsiz nə elə? Bizə nə elə? Dövrlərdən götür əsas hadisələri. Məsələn, bu dövrün əsas mühüm hadisəsi nədir? Hər bir dövrün mühüm bir hadisəsi olur. Və sən də həmin o dövrün, oxuduğun dövrün, hər bir dövrün mühüm hadisəsini götür qısa qeydlər olaraq yaz özün üçün. Çünki həmişə testlərdə bu düşür. Deyir ki, məsələn, bu dövrün əsas mühüm hadisəsi nə idi və yaxud da verilmiş hadisələrdən biri bu deyildi, səhv verilib və yaxud da doğru verilib. Bu formada, hər bir formada sala bilirlər bu testlərə. Bir dənə qrafik hazırladım indi sizə ədəbiyyatdan. Deməli, ədəbiyyatdan istədim daha belə qəşəng dərindən bir mövzu verim. Daha doğrusu şey verim. Bilirsiniz ki, bir də normalar da var. Bədi norma nə idi? Üslublar var, məsələn, bədi üslub, publisist üslub falan. Bu üslublarda, məsəl üçün, bir əsəri oxudun, ilk öncə o əsərin təhlili. Əsərin təhlili edəndə, məsələn, götürmüşəm mən burada Cəlil Məmmədquluzadənin Poçt qutusu. Birinci yazırsan, yəni ədəbiyyat dəftəri yaz. Cəlil Məmmədquluzadə, əsər nədir? Poçt qutusu. Mövzu nədir? Cəhalət. Janr, hekayə janrında. Dövr, realizm dövrü, dövr çox önəmlidir. Obraz təhlili. Daha sonra keçirsən obraz təhlilinə. Məsələn, onun xarakteri, yəni baş rolun xarakteri necədir? Baş rolla başqa bir əsərdəki baş rolu müqayisə ilə, oxşar əsərlərin, yəni baş rollarını da müqayisə eləyirsən. Cəlil Məmmədquluzadənin əsərlərini də bir-birinə fərqli və oxşar cəhətlərini verə bilərsən. Yəni, ən əsası mütləq şəkildə şairlərin də əsərlərində oxşar və fərqli cəhətlərini tutmağa çalış. Yəni yaz. Bu qədər. Ədəbiyyat, yəni dediyim kimi, bir də onun üslubları falan var. Üslublar da çox asandır ki, bunlardan həqiqətən də bunları yaxşı bilməlisən. Ədəbiyyatı bilmək istəyirsənsə, bunları da yaxşı bilməlisən. Ədəbiyyat bu qədər idi. Çünki ədəbiyyatdan məncə o qədər də dərinliyini enilə biləcək bir şey, plan yoxdur. Ancaq oxumaq lazımdır. Ədəbiyyatdan əzbərçilik. Ümumiyyətlə 3-cü qrup əzbərçilik tələb eləyir. İndi isə keçək tarixə. Mən həmişə tarixi qeybət olaraq görmüşəm. Məsəl üçün necə yəni görmüşəm? Tarixi öyrənəndə elə bilirəm ki, hardasa bir qeybətə qulaq asıram da, hansısa bir söhbətə qulaq asıram. Məsələn, bu onunla müharibə elədi. Mən bunu elə yadımda saxlayıram ki, nə bilim, Güləndamla Bağdagül dava eləyiblər bir-birinə dava eləyiblər. Falan, bəs məkan, nə bilim, Haçan, bu vaxt, 1900, nə bilim, neçənci illərdə. Haçan bu vaxt, nə bilim. Yəni,
çox məncə mən onu elə bir formada eləyirəm. Mədəniyyət, tarixin mədəniyyətinə gələndə isə mədəniyyət çox çətindir və bunu 3-cü və 2-ci qrupların bir neçəsi bilə bilər ki, artıq həqiqətən də tarix dəhşət dərəcədə çətin olur. Mədəniyyəti daha doğrusu, mədəniyyəti çətin öyrənmək, abidələrdir, nə bilim, öyrənmək biraz çətin olur. Amma başqa çarəsi də olmur insan. Ya öyrənməlisən, başqa çarən yoxdur. Ya öyrənməlisən, ya öyrənməlisən. Tarixdən də tək ki, əzbərçilikdir. Tarixi əzbərləməlisən və mən həmişə tarix öyrənəndən sonra şey eləyirəm. Güya sinifdə şagirdlərim var və mən də müəlliməyəm. Məsələn, 2 səhifə tarix deyil, tutalım ki də. Məsələn, 2 səhifə, ağ vərəq açımdan. Məsələn, 2 səhifə tarixdir. Bu səhifəni öyrəndim. Bu səhifəni öz-özümə danışıram, mənim tuturam. Mən keçirəm divarın qarşısına, şey eləyirəm. Güya ki, onlar mənim şagirdlərimdir. Mən də şagirdlərimə heç nə... Mən də şagirdlərimə dərs keçirəm də, bir dənə mövzunu elə danışıram onlara və sonra məsəl üçün şagirdlərimə sual verirəm. O sualın cavabını da təbii ki, özüm verirəm. Güya deyirəm ki, məsələn səhvdir və yaxud da düzdür. Elə də həqiqətən daha yaxşı yadımda qalır bu arada. Daha sonra digər səhifəsinə keçirəm. Digər səhifəsinə keçəndən sonra 2 səhifəni bir yerdə öyrənirəm. 3-cü səhifəyə keçəndən sonra 3 səhifəni daha doğrusu bir yerdə öyrənirəm. Ən axırda təkrarlayıram da, yəni o formada. Və həqiqətən də çox qəşəng yadımda qalır. Və yenə dediyim kimi, tarixi oxuyandan sonra da hardasa üstündən bir yarım saat keçəndən sonra testini işləyirəm. Və testini də bir dənə yox, analiz sayıqdan da işləyirəm, dimdən də işləyirəm. Ümumiyyətlə bir neçə testdən işləyirəm ki, daha belə möhkəmlənsin də. Tarixdən anlayışı olan yaxşı bir şagirdlə, yəni dostunuzla bir-birinizə sual-cavablar biz eləyin. Çünki həqiqətən o qədər möhtəşəm yadınızda qalır ki, mən məsəl üçün bir podroqam var, biz hər axşam otururuq, indi hər axşam yox, həftədə məsəl üçün 3-4 dəfə otururuq, bir-birimizə sual-cavab eləyirik, onlayndan testləri işləyirik, testlərdə səhvlərimizə baxırıq, bir-birimizdə necə yadımda saxlayıram. Deməli, məsəl üçün sənə verilib ki, tutalım, atıram da, AXC-nin yaranma dövrünü deyirəm, 1918. 19, 18, geriyə sayım kimi götürürəm də, 19, 18, belə. Və yaxud da, nə bilim, 1345, 1, 3, 4, 5 sıra sayıları və yaxud da, nə bilim, 1210, 1211 necə götürürəm? 1, 2, 2-nin də ki, 2-ni 5-ə vuranda 10, 2-dən 10-a keçdi falan, bu formada götürürəm. Və mütləq şəkildə tarixdən vərəqiniz bitsə belə, nə eləyirsiniz eləyin, amma o qeydləri yazın tarixdən, xronologiyanı hazırlayın, tarixdən illəri yaza-yaza öyrənin. Çünki yəni qəşəng formada yadınızda qalmağını istəyirsinizsə, o qeydləri yapışdırın divarınıza. Mənim hələ də indi bəziləri var ki, Dehli Sultanlığından o qədər şey yadımda qalıb ki, heç bir şey yadımda qalmır, bu arada zarafat edirəm də. Mən məsələn divara yapışdırıram, divarda elə hər keçəndə belə baxıram, yadıma salıram təzədən və həqiqətən də möhkəmləndirir. Hər dərs ayı bir dənə qısa xülasə yazın da, yəni hər dəfə dəftərə də olsa, nə bilim divara da oldu, kafe metlağın üstünə oldu, nə olur olsun yazın o qeydləri mütləq bir şəkildə. Burada keçən videomda bayağı sözünü biraz çox demişəm də, bayağı bir söz demişəm. Deyirəm ki, bayağı söz demişəm. Yenə o söz işləmirəm. Prosta bir takipçim dedi ki, yəni biraz şey olmur da, yaxşı səslənmir çox işlədəndə. Həqiqətən özümdən asılı olmayıb, ona görə yadımda olmayıb. Bundan sonra işlətməməyə çalışacağam çox. 3-cü qrupların situasiyasında tarix situasiyası düşür. Azərbaycan tarixində isə 2-ci qrupda isə Azərbaycan tarixinin situasiyası düşür. Bunu da unutmayın. Sonra və mütləq şəkildə şey eləyin. Mədəniyyətlər olsun, tarixlər olsun, eyni illəri və məsələn dəniz döyüşlərini bir qruplaşdırın. Quru olan döyüşləri, quru yerdə olan döyüşləri bir qruplaşdırın. Sən deyir ki, nə bilim, eyni ildə baş verən döyüşlər var. Onları mütləq bir şəkildə yaz yəni bir yerə. Çünki həqiqətən lazım olacaq ki, bunlar blok suallarına da düşə bilən bir suallardır daha doğrusu. Daha sonra gəlir Azərbaycan dili. Tarixdən həqiqətən çünki tarixlə ədəbiyyat ümumiyyətlə 3-cü qrupda blok fənlərindən hazırlaşmaq üçün sadəcə əzbərçilik lazımdır. Yəni sadəcə kitabı qoymalısan qabağa və əzbərləməlisən, bu qədər. Prosta bir-iki dənə şey var ki, yəni dərinliklər var ki, onları məsəl üçün qəşəng üsulları var ki, o üsullarla öyrənə bilərsən və tarixin də bilirsiniz ki, filmləri var ki, tarixdən də müharibələrin filmləri var, nə bilim,
qəşəng filmlər var da, yəni o dərsi oxuya-oxuya müharibələrin də filmlərinə baxa bilərsiniz. Məsələn, Tomris var, Gəncənin nədir bu işğalı var ki, mən Gəncə dərsini heç oxumamışdım, amma filmə baxmışdım deyə müəllimənin verdiyi bir neçə suala cavab verə bilmişdim. Həmişə belə durub düz oxumasaz 2 saatda, keçən dəfə oxuduğunuz dərsə baxın, belə göz gəzdirin, illərə baxın, ora bura baxın və görəcəksiniz ki, artıq yadınızda göz yaddaşı var deyə bir şey var. O göz yaddaşında, yaddaşda qalıb. Ondan sonra bir də bir yadınıza düşəcək. Daha sonra sonuncu olaraq Azərbaycan dili gəlir. Azərbaycan dilində mən Azərbaycandan zəifəm, baya söz işlətdim yenə. Mən Azərbaycandan zəifəm. Azərbaycan dilini düzəltmək üçün mən bir həftə, yəni məsələn fonetika mövzusuna da, leksika, məsələn bir fonetika mövzusudur. Fonetika mövzusuna bir həftə ayırıram. Leksikaya bir həftə. Yəni mövzu öyrənmək məncə daha yaxşıdır və mən mövzuları da bir həftə ayırıram. Hər bir mövzuya bir həftə ayırıram. Bir gün Azərbaycan dilinə çox azdır. Bir həftə ayırıram, o mənə bəs eləyir. Bir həftə qəşəng bir formada öyrənirəm. Qrammatikadan, yəni şəkilçilər var ki, həmin o şəkilçilər leksik və qrammatik şəkilçilər var. Məsələn, mənim hər zaman sözlər çox olan şəkilçilər mənə həmişə qrammatik şəkilçi kimi gəlib. L ilə başlayan şəkilçilərdə həmişə qısa və L ilə başlayan şəkilçilərdə həmişə leksik olaraq yadımda saxlamışam ki, istisnalar var təbii ki burada. Bilirsiniz, lar falan var. Məsələn, bunları həmişə leksik və qrammatik olaraq öz beynimdə qruplaşdırmışam. Həm də mətnlər var. Videomun yorumlarının altına yazmışlar ki, mətnlərdən də əziyyət çəkənlər var idi. Mətnlərin ilk öncə şərhlərini oxuyun. Daha doğrusu suallarını. Suallarını oxudun mətnin, məsəl üçün bu və mətndə ondan sonra mətni keç oxu. Mətni oxuyanda həmin o suallar yadıma düşəcək. Həmin o şeylərin, yəni anların, yəni o mövzuların altından xətt çəkəcəksən bir ki, hə, məsəl üçün bu bayaqçı sualda bu cümlə var idi, bu cümlə haqqında belə bir sual düşmüşdü. Ona görə bu cümlənin altından xətt çəkim, yadımda saxlayım da. Mən məsəl üçün mətnləri ən birinci hər zaman sualları oxuyuram, sualları dərk edirəm. Tamam, məsələn, listeningi necə öyrənirsən? Listeningi ilk öncə ingilis dilində sualları öyrənirsən, sonra sənə səsləndirmə verirlər. Bunu da elə birinci sualları oxuyursan, ondan sonra mətnini oxu. Həqiqətən möhtəşəm bir şeyi var da, effekti var. Bilirsiniz ki, mətnlərdə əsas üslublardır. Çalışın üslubları. 9-cu sinifdə üslub düşmür, amma 10-11-də artıq üslubları keçməyə başlayırsınız. Üslubları çalışın, çox yaxşı oxuyun. Çünki mətnlərdən zaten əsas bal verənlərdən biri üslublar olur. Çünki üslubları çox vaxt açıq sual salırlar, özləri bilə-bilə. Ona görə üslublara çox önəm verin. Yəni publisist üslubdur, rəsmi işgüzar üslubdur, bədii üslubdur, elmi üslubdur. Hamısını oxuyun və bunların bilirsiniz ki, ədəbiyyatla da bir əlaqəsi var. Dediyim kimi, mən sizə blok fənlərindən sadəcə bu məsləhətləri verə bilirəm. Çünki özüm də sadəcə hələ ki bunları oxuyuram. Və daha sonra esselər yazın. Və müəllimə uşaqlıqda, indi deyəcəksiniz ki, Zəhra, bunu biz uşaqlıqda eləmişik. Amma yenə də həqiqətən çox böyük faydası var. Müəllimə bir şey desin, nədir bu, mətn oxusun sizə və siz o mətnə görə durğu işarələrini qoyun. O mətni yazın və qırağına da durğu işarələrini qoyun. Daha doğrusu düzgün işlənmə yerinə görə durğu işarələrini qoyun. Və bununla yazı qabiliyyətinizdə, daha sonra söz qabiliyyətinizdə, daha sonra artıq esse yazmaq, layihə hazırlamaq qabiliyyətiniz də çox güclənəcək. Və özünüzdən esselər yazmağa bacarın ki, yeni sözlər əldə edin. İngilis dilinə də aiddir bu. Prosta indi buraxılış fənlərinə aid yəqin ki, ayrı bir mövzuda hazırlayaram, video hazırlayaram inşallah. Bugün biraz həqiqətən bayağı deyirəm, yəni bugün həqiqətən biraz çox yorğun idim. Ona görə biraz daha enerjisizəmsə üzrlü sayın. Çox belə özümü hiss eləyirəm də, bitkin hiss eləyirəm. Çünki gecə yata bilmədim. Gecə dərs oxudum, ədəbiyyatı falan öyrəndim. Ona görə biraz yorğun olmuş ola bilərəm. Əgər başqa hansı məlumatlardan faydalanmaq istəyirsinizsə, hər zaman buradayam. Gec də olsa, tez də olsa yazın. Mən o videonu çəkəcəm, paylaşacağım. İndiki necə bu videonu çəkdim. Və bu videodan sonra da qəşəng bir video istəyirəm ki, Girl Talks daha doğrusu kimi bir video, toksik dostluqlar, nə bilim, bəzi məsələlərə də toxunmaq istəyirəm, biraz söhbət eləmək istəyirəm və siz də hansı söhbətləri istəyirsinizsə, hansı sualları mənlə maraqlanırsınızsa, xahiş edirəm, yazın, biraz söhbət eləyək, şərhlərə yazın, biraz söhbət eləyək. Sağ olun.